Protein ziyandır. Protein nədir? Azərbaycan dilinə tərcümə etsək, protein zülal deməkdir. Yəni, bu da proteindir, bu da proteindir, bu da proteindir, bu da proteindir. Toz şəklində satılan bütün proteinlərin mənbəyi adi qidalardır. Hamının dilində olan whey əslində pendirin suyundan alınma bir zülaldır. Misal üçün, siz yumurtadan alınma protein almışsınız. Yəni, yumurtanın toz versiyası olan protein. Və bu toz şəklində olan məhsul normal yumurtadan heç bir şəkildə üstün deyil. Üstəlik, sehirli təsirə də malik deyil. Ziyan da deyil. Yəni, siz yumurtadan nə qədər ziyan görə biləcəksinizsə, o toz şəklində olan proteindən də o dərəcədə ziyan görəcəksiniz. Daha bir misal. Ana südünü əvəz eləyən uşaq yeməkləri. Arxasına baxsanız, görəcəksiniz ki, yazılıb protein 20 qram, yağ 30 qram, karbohidrat 50 qram. Onda belə çıxır ki, həmən o aptekdə satılan uşaq yeməkləri də ziyandır. Çünki içində protein var. Absurd səslənir, düzdür? Ona görə məhsulları tanıyırıq, düzgün qidalanırıq və sağlam oluruq. Hər kəsə bol anabolizm.